Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Horovlu kəndində geniş miqyaslı ağac əkmə aksiyası keçirilib. Tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birgə təşkil olunub. Aksiya iştirakçıları ADAO-nun professor-müəllim heyəti və tələbələr əvvəlcə kəndin infrastrukturu ilə tanış olublar. Daha sonra ərazidə ağac və dekorativ bitkilərin əkilməsi həyata keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yaşıllaşdırma işləri ölkənin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Rektor vurğulayıb ki, bu proseslərdə elm və təhsil müəssisələrinin iştirakı həm sosial məsuliyyət, həm də qürur mənbəyidir. Onun sözlərinə görə, bu cür ekoloji təşəbbüslər ətraf mühitin qorunmasına və sağlam yaşayış mühitinin formalaşmasına xidmət edir. Aksiya çərçivəsində kəndin park ərazisində 400 kvadrat metrlik sahədə 1200 ədəd qızılgül, 600 ədəd lavanda və 400 ədəd rozmarin əkilib. Bundan əlavə 100 ədəd şaftalı və 300 ədəd gilas tingi kənd sakinlərinə paylanılıb və onların həyatyanı sahələrində əkilməsi təşkil olunub.